Bizim bir qonağımız da var. O illərdir ki, mən tanıyıram dostumuzu və bugün proqramımızda olanda dedi, sən məni elə ifaçılarla çağırmışsan ki, bura bir məsuliyyətdir. Onların qarşısında oxumaq da bir məsuliyyətdir. Deyir, hətta mən repertuar seçmişdim. Sonra repertuarı dəyişdim ki, burada xalqımıza qulluq edən sənətkarlar var ki, onların yanında mən o mahnıları oxumağım biraz yaxşı olmaz. Çünki onlar elə o milli mahnılarımızın təqdimat eləyənlərdir, bariz nümunələridir. Amma özü də gözəl oxuyur. Maşallah istəyirəm, hər gün toylardadır, hər gün gedir, gəlir, yaxşı da oxuyur, yaxşı mahnılar yazdırır. Bugünkü proqramımızda da İmişli balasıdır. Bilirsiniz də, İmişli də ki, bizim elə sənətkar var oradan, sənətkarlarımız var. Özü də yaxşı ifaçılardandır. Emin Orucovdur, öz ifası ilə proqramımıza giriş eləsin. Gəl, 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 gəl. Gəl, ayın. Amma bu dəfə istədi, ayrı bir aləm istədi, olmaya başqa məqsəd